Evdə tuşonka hazırlamaq bu qədər asan olmamışdı. Dünyanın ən ləzzətli yeməyi kartof qızartması ilə tuşonkadır. Tərkibini bilmədiyiniz mal əti konservasını almaqdansa özünüz hazırlayıb könül rahatlığı ilə bəhbə edin. İlk olaraq qeyd etmək istəyirəm ki, mal əti konservası dananın baş hissəsində olan ətlərdən istifadə olunur. Amma mən ondan istifadə etmədim. Sizə doğru olanı deyəcəm, istədiyiniz kimi edə bilərsiniz. Mən bu formada edirəm. Mən təmiz tikə ətdən istifadə elədim. Həm toyuğun but dibisindən konserva hazırlayacağam, həm də mal ətinin özündən. Tam 1 saat toyuq but diblərini duzlu suda, mal ətini isə adi suda saxlamaq lazımdır ki, qanı axıb getsin. 1 saatın ardından ətimizi bir gözəl başlayırıq yumağa. Ətləri bir neçə yuduqdan sonra süzgəcin içinə alıb biraz gözlətdim ki, təmiz suyu getsin. Ətin suyunu siz də əgər qab yuduğunuz canağın içərisinə tökürsünüzsə, mütləq ardınca bir gözəl başlayın paraşoklu yumağa. Əgər elə qalsa mikroblar çoxala bilər. Ətlərimizi başlayırıq duzluyuruq, istiotlayırıq, qəşəng steril etdiyimiz bankalara yığacağıq. Bankaların dibinə hərəsinə 2 ədəd olmaqla dəfnə yarpağı əlavə edirik. Bankaların ağzına qədər, dolana qədər ətlə doldururuq. Hər bankaya 1 yemək qaşığı duru yağ əlavə edin, 2 yemək qaşığı da su. Altına dəsmal sərilmiş qazanda başlayırıq bunu 6 saat bişirməyə. Əgər siz qazda bişirmək istəmirsinizsə, üzərini folyo ilə örtüb, sobada da 4-5 saat ərzində bişirə bilərsiniz. Bankaları suda qaynadanda ehtiyatlı olun, çünki suyu quruyur. Qazanın içərisində su quruduqca qaynar su əlavə edin ki, ətlər içərisində çox yaxşı bişsin. Bu saatın sonunda tuşonkaları qazanın içərisindən çıxartmayın, elə suyun içərisində qalsın, soysun, ondan sonra çıxarın. O qədər ləzzətlidir ki, ən sevdiyim yeməyi hazırladım, dadına doymuram. Bu yeməyin adını əsl kişi yeməyi qoymuşam, çünki bunu ən çox bəylərimiz çox sevir. Mütləq siz də hazırlayın, nuş olsun, göz haqqınızı hal edin, özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.